Artıq bir ildə gerdə qoyduq. Əzizim, sənə nə arzu edirəm? Sağlamlığını qoru, dəyərlərini itirmə, düşüncələrindən qaçma, onları anlamağa çalış. Bax, həm ali varlıq olduğunu, həm də bir heç olduğunu heç vaxt unutma. Və nə olursa olsun içindəki o uşağı şəfalandır, onu qucağa aç. O çox dəyərlidir və sən çox dəyərlisən. Və keçmişdə nə yaşayırsansa yaşa, fərqi yoxdur. Xəyal qırıqlığına uğramışsan, incilmişsən. Amma özünə heç vaxt sevməyə, sevilməyə qadağa qoyma. Və qurban bilincindən çıxıb, başqalarına xilaskar olub, fədakarlıq eləyib, insanlara sadəcə olaraq özünü yaxşı qız kimi göstərməyə çalışma. Necəsənsə ol. İnan mənə ki, səni olduğun kimi sevib qəbul edəcək çox insan olacaq. Və insanlara sadəcə yaxşı ol. Və hər şey könlüncə olsun. Yeni ilin mübarək və necə gözəl illərə çıxasan.